Misal kimi gedib falçıya da inanıb da hətta. Yəqin də hamı da bilir bunu. Və həmən ərəfədə də dünyasını dəyişdi. Qardaş, indi falçı nə edirsən ki? Məsələn deyirəm, falçı misal çək. Mən deyirəm, indiki müsəlmanlar, bir çoxları, əvvəldə deyirdim bəziləri, az qismi, indi deyirəm bir çox müsəlmanlar. Vallahi, Allah, Rəbbim sözümə şahiddir. Bir çox müsəlmanlar soruşurlar ki, Rəşad qardaş, bürücün nədir sənin? Vallahi. Deyirəm, qardaş, mən inanmıram belə şeylərə, boş şeylərdir, müsəlman. Yox, Rəşad qardaş, bilirəm, inanmırsan. Yaxşı, hansı ayda doğulmusan? Özüm tapacam. Hə, tapır da özüm. Gözü axtarır. Hə, deyir, hə, filan kəs, hə, filan bürcdəsən. Sən təsəvvür elə, bunu saqqal saxlayan, ibadət edən, namaz qılan, yaxud xanımdırsa, başı bağlı, hicablı, namaz qılan səndən soruşur. Bu, biz gülürük, yüngül kimi belə adi gəlir. Vallahi, tövhidə ləkədir. Ləkə. Zərbədir. Zədəliyirsən. İnsan imanını zədəliyir. İndi nə edirsən ki, falçının yanına getməyə ehtiyac yoxdur ki. Hər gün səhər duranda ulduz falını oxuyursan, gündəlik. Hərə öz bürcünü oxuyur, gedir işinə, bəs eləyir. Ləkədir tövhidə. İndi ehtiyac yoxdur ki, əvvəl necə idi? Məsələn, qazetlərdə idi, filan, televizorda verirdilər. İndi qardaş, hərə telefonda. İş görmək istəmirsən, nə? Bürcün soruşur. Evlənmək istəyir, bürcün soruşur. Bir masanın arxasında oturmaq istəyir, görüş bürcün soruşur. Bunu müsəlmanlar edirlər. Və müsəlmanlar var ki, onlar olunan cadunu, olunan sehri kahinin yanına gedib iptal eləmək istəyirlər. Sehri sehirdən açırlar. Küfür, şirkdir bu. Bunu müsəlman eləyir indi. Sən asilikləri saxla. Müsəlmandır, mənə yazır, mən görürəm də indi yazırlar, falan bu kimi adam cəmiyyətin içərisindədir də. Bəs Rəşad qardaş, evimizə cadu eləyiblər, yerini tapmaq üçün məsləhət elədilər ki, filan cadukarın yanına gedim. Gedir. Qardaş, nə edirsən sən? Yerini tapmaq nədir? Sən nə edirsən? Müsəlmanların inancı, əqidə, etiqadı nə gündədir? Sonra da indi Allah subhanahu və teala nəsə bir müsibət, fəlakət, bir imtahan böyük baş versə, əlimizi açıb deyəcəyik ki, Allahım bunu qaldır bizdən. Hansı üzlə, hansı imanla? Gör, kimlərin arasında yaşayırıq.